Salam əziz izləyicilər və Fikirli kanalı takipçiləri. Bugün sizlərin qarşısında Temudan 15 manata aldığım TV boxu göstərmək istəyirəm. Dostlar, qeyd edim ki, Temudan aid videolarımız daha çox gəlir və bu serini sevirsinizsə, xahiş edirəm kanalımıza abunə olun və maksimum bizə dəstək olun ki, biz də belə maraqlı kontentlərlə sizlərin qarşısına olaq. Dostlar, sadəcə 15 manat ödəmişəm buna. Qeyd edim ki, qiyməti dəyişkənlik göstərə bilər. Mən bunu kampaniyadan almışam. Əgər kampaniyanın Temuda məhsul almaq istəyirsinizsə, ucuz şəkildə kredi adası olsun, hansısa bir kampaniya yaranmaq istəyirsinizsə, bu videonun açıqlama qismına əlavə etdiyim linklərdən, yəni öz kanalımızın videolarına baxaraq bu kampaniyalardan yararlana bilərsiniz. Yəni bu qiyməti dəyişkənlik göstərə bilər. Bəzən 15 manat, bəzən isə 20-25 manat ola bilər. Yəni kampaniyanı aldıqda siz də sərfəli qiymətə bu paketi əldə edə bilirsiniz dostlar. Çox uzatmadan bunun xüsusiyyətlərindən danışmaq istəyirəm. Kutusunun üzərində yazdığına görə 4K dəstəkləyir dostlar. 4K və burada gördüyünüz kimi bəzən xüsusiyyətləri var. Wi-Fi təbii ki Android 10, baxaq ki Androidin hansı versiyası dəstəkləyir. Android 11 dəstəkləyir üzərində yazdığına görə. HDMI girişi, AV çıxışı və HD şəkildə görüntü verir dediyinə görə dostlar. İndi isə bunu kutumuzdan çıxararaq sizə daha detallı bir şəkildə bunu incələməsini göstərəcəm və qoşub hər şeyinə baxaq görün bu 15 manata çox ucuzu olan TV boxumuz nə kimi keyfiyyəti var dostlar, yəni nə kimi xüsusiyyətləri var. Belə bir kutuda gəlir dostlar məhsulumuz. Sadəcə 15 manat, həqiqətən demək olar pulsuzdur. Bu məhsulun nə xüsusiyyəti var? Yəni bunun haqqını dediyi kimi əgər verirsə bu qiymətə belə bir aparat yoxdur. Çox uzatmadan bu kutusundan çıxardaq. Baxaq görün bunun üzərindən nələr çıxır. Çox uzatma kutusundan çıxardaq. Baxın belə bir aparatdır. Çox kiçik bir şeydir dostlar. Baxın yaxından kameranı biraz göstəreyim. Əl qədər bir şeydir, amma istifadəsi çox genişdir. Üzərində bir ədəd kutusuna göstərir kimi USB girişi və bir ədəd HDMI girişi, AV girişi və power girişi var. Başqa da heç bir şey yoxdur. Baxım görək başqa bir şey var mı? Bunlarda mikrokart girişi səhv eləmirəmsə yoxdur. Bunların bəzilərində mikrokart girişi olur, əlavə yaddaş artırmaq üçün, amma bunda yoxdur dostlar. Mən gördüyüm qədərlə yoxdur. Baxaq görün kart girişi yoxdur dostlar. Eybi yox. 16 GB deməli yaddaşı var dostlar və 2 GB RAM dəstəkləyir. Bu şəkildə gördüyünüz kimi aparatımızdır, əl qədər bir aparatımızdır. Baxaq görün başqa üzərindən nələr çıxır kutusundan. Açaq görək bunun içərisində. Bir ədəd belə bir komandası çıxır, olduqca qəşəng də görsənir. Üzərində belə bir komandası çıxır. Bunu açaq baxaq. Üzərində bunların batareykası gəlmir dostlar. Bundan əvvəlki videolarımızda bunları sırf bunu yox, amma paket kutu açılımı videolarımızda bunlardan gətirilmişik, amma e-maildə bundan olmuyor. Belə bir standart komandası gəlir. Üzərində baxın. Yəni yaxşıdır. Üzərində batareykası gəlmir. Əlavə batareyka əlavə edirsiniz. Bu batareykası və başqa təbii ki bunun HDMI kabeli və bu mənim çox xoşuma gəldi. Bu imenli bu məhsul, bu markanın üzərində gəlir dostlar. İstədiyiniz kimi bunu iki tərəfli yapışqan gəlir. Bunu siz televizorunuzun arxasına yapışdıra bilirsiniz. Bir ədəd iki tərəfli yapışqanımız, təbii ki qoşmaq üçün, görüntü almaq üçün HDMI kabelimiz. HDMI kabelimiz də pis deyil, mən gördüyüm qədərilə. Yəni həqiqətən 15 manata heç nə düşmür. Yəni 15 manata bu məhsul demək olar pulsuzdur mənim fikrimcə. Bəzən qiymətləri dəyişilir, düzdür 20 manata da ola bilir. Siz bunun kampaniya arasında asılıdır, alırsınız daha ucuz ala bilirsiniz. HDMI də bu uzunluğu baxın. Biraz genişliyini göstərim sizə. Olduqca yaxşıdır. HDMI də bu şəkildədir. İçərisindən kitabçığı çıxır. Belə bir təlimat kitabçığıdır. Bunu da qoyuruq kənara və təbii ki power kabeli, yəni bunu televizora qoşmaq üçün power kabeli gəlir. Power kabeli qeyd edim ki dostlar USB kabeli bir başı gəlir və bunu bildiyiniz kimi USB girişləri üçün adapter başları bu üzərində yoxdur. İndi isə aparatımızı qoşaq, baxaq görüm nə kimi xüsusiyyətləri var bu aparatın içərisindəki menüsünə baxaq və incələyək, qurlaşdıraq, baxaq görüm nə kimi effekt verir. Televizorumuza qoşmaq üçün baxın HDMI kabelimizin bir başını bu aparata qoşuruq dostlar. Bu aparat bu şəkildədir. Bir başını bu aparata qoşuruq. Təbii ki bir başını da televizorlarda olan HDMI girişinə qoşuruq. Yəni bunu tez bir şəkildə HDMI girişinə qoşuram. HDMI girişinə qoşduqdan sonra bu aparatı HDMI girişinə qoşduqdan sonra təbii ki bunu
power kabelini qoşmaq üçün bizə adapter başlığı olur. Hansı ki o Samsung fərqi yoxdur. Hansı ki o adapter başlıqları olur. İndi sizə onu göstərəcəm dostlar. Adapter başlıqları lazım olur. Üzərində gəlmir, qeyd edeyim ki, fərqli hansını istəsəniz istifadə edə bilirsiniz. İndi voltajından voltaja təbii fərq var, amma mən hamısına yoxlamışam. Hamısında işləyir. Baxın, bunu taxdım bir başını və bunun power düyməsi yerinə taxıram, yəni power bölməsi yerinə taxıram və təbii ki bunu qoşuruq biz. Baxın, qoşduqda həmən üzərində göy düyməsi yandı və ekranımız açılmağa başlayır. Belə bir açılış ekranı qarşılayır bizi dostlar. Öz reklamından, baxın. Təbii ki birinci açıldıqda biraz gec açıla bilər. Və menüsü açılışı həqiqətən çox xoşuma gəldi. Bu açılış effektinə baxın. Komandasını istifadə edir. Açılış. Baxın, menümüzdə türkcə dili dəstəyi var. Bunu indi türkcə seçirəm və bu bizim ekranımızın genişliyinin balacası, yəni genişliyini ölçmək üçün və burada bəzi seçənəklər gəlir. Yəni buradan avtomatik seçməniz daha məsləhətdir. 1080p göstərir, amma üzərində karakterasını 4K göstərir, amma yəni 1080p də idarə eləyər, yəni 1080p də yaxşıdır. Yəni burada 720p və 1080p kimi seçənəklər var. Təbii ki, ən axırıncı görüntü kalitesi nədirsə, mən onu seçəcəm. Wi-Fi də qoşulduqdan sonra burada saat dilimini göstərir. Saat dilimində buradan hansı saatdırsa onu seçirik. Buradan və iləri dedim, setup complete dedi və OK düyməsini basıram. OK düyməsini basdıqda baxın, bu şəkildə ana səhifəsi gəlir. Standart Androidlarda olan YouTube'umuz, Netflix'imiz, Disney'imiz, Amazon Prime, yəni Prime Video üçün olan, bu da Netflix'e bənzərdir, amma fərqli şirkətlərdir. Burada diqqətimi çəkən özəlliklərdən baxaq, uygulamalar bölməsində nə var? Uygulamalar bölməsinə klik etdikdə standart bildiyiniz kimi burada Google Play Store'a daxil olub proqram yükləyə bilirsiniz və yaxud da fərqli bir şeylər yükləyə bilərsiniz. Oyun oynamaq üçün əlverişli deyil. Yəni çox zəifdir. 2 GB RAM var, amma 2 GB RAM-dan siz YouTube izləyə bilərsiniz və ya Netflix izləyə bilirsiniz. Yəni burada oturum açaraq istədiyinizi Google Play Store-dan yükləyə bilərsiniz dostlar. Daxil olaq YouTube'a daxil olaq, baxaq görün burada nələr var. Bildiyiniz YouTube'dur, yəni hər şey var. Buradan istədiyinizə girib baxa bilirsiniz. Bu bizim kanalımız dostlar, fikirli kanalımız. Təbii ki başqa video göstərə bilmirəm, telif gəlir deyənə problem yaşadır. Buradan hansısa bir buradan istədiyiniz kimi səsini artırıb artıra bilirsiniz, azalda bilirsiniz dostlar və buradan baxaq görün videonun keyfiyyətini artırmaq olurmu? Baxın, burada istədiyiniz kimi videonu irəli-geri eləyə bilirsiniz. Burada seçənəklər var dostlar. Seçənəklərdən, ayarlardan istədiyiniz kimi baxaq görən buradan videonun keyfiyyətini azaldıb artıra bilirsiniz. Bu 360p-dədir indi, amma mən bunu 1080p-yə çəkəcəm. Baxaq görün 1080p-də nə kimi keyfiyyət verir. Və gördüyünüz ki 1080p-də də görüntü kalitemiz yaxşıdır, yəni 1080p-də də oynada bilir. Baxın, bu şəkildə gördüyünüz kimi standart YouTube'umuzdur. Ana səhifəyə keçmək üçün komandadan da ana səhifə düyməsini basdıqda bu artıq bizim ana səhifəmizə qayıdır. Yəni standart səsini artırmaq üçün və azaltmaq üçün olan düymələri üzərində bu şəkildədir və burada artırıb azalda bilirsiniz səsini. Normal səsini kəsə bilirsiniz, aça bilirsiniz. Burada rəqəmlər var. İstədiyiniz kimi kanal əgər yığmaq kimi fürsətiniz varsa, qeyd edin ki, burada əlavə kanalda yığmaq olur. Onun üçün də proqramları var. Başqa nələr var? Apps bölməsinə daxil olaq. Baxaq görün Apps bölməsinə nələr var. Apps bölməsinə daxil olduqda bu şəkildə geniş bizə menyular gəlir. Təbii ki, standart Androidlərdə olan ayarlar bölməsi və Google Chrome'u da var. Google Chrome'a daxil olub əlavə internetdə gəzinə bilirsiniz. Disney bayaq göstərdiyim kimi
Qaleriyalar bölməsi və əlavə flash kart da taxıb üzərinə şəkillərə baxmaq üçün və yaxud da videolara baxmaq istəyirsinizsə, fayl menecer bölməsi və fayl menecer bildiyiniz kimi əlavə yaddaşını oxumaq üçün qurğudur dostlar. Yəni əlavə sizin əgər çöldən bir flash kartla buna mahnı və yaxud da şəkil əlavə eləmək istəyirsə, bu şəkillər fayl menecərdən daxil olub baxa bilərsiniz dostlar. Video və şəkillər, mahnılar kimi xüsusiyyətləri var. Başqa dostlar, Google Chrome'a daxil olaq, baxaq görüm nə kimi xüsusiyyət var. Bildiyiniz Google Chrome'dur. Burada Active deyirsiniz. Buradan istədiyiniz sayta da daxil ola bilirsiniz. Əlavə olaraq göstərə biləcəyim bir şey varmı? Netflix, standart Netflix'dir və update eləmək üçün bölməsi YouTube. İndi əlavə siz bu Mircast telefonunuzun ekranını bu aparata qoşa bilirsiniz dostlar. Yəni telefonunuzun ekranını yansıtmaq üçün bölmədir. Bu belə bir xüsusiyyət var. Amazon Prime və TV Center. Bu TV Center'i mən ətraflı istifadə eləməmişəm, amma buradan əlavə kanallar əlavə edə bilirsiniz. Daha doğrusu kanalların belə deyək də alış eləyə bilirsiniz və yaxud da fərqli bir şey eləyə bilirsiniz. Yəni kanalları yığmaq üçün bölməsi səhv eləmirəmsə bu şəkildə olmalıdır. Siz bunu ətraflı detallı bir şəkildə incələyə bilərsiniz dostlar. Dostlar, əlavə buna baxın, mouse qoşmuşam. Mouse'u da ki hərəkət elətdirə bilirsiniz. Baxın, gördüyünüz kimi, istədiyiniz kimi rahat kompüter necə var, o şəkildə əlavə elətdirə bilirsiniz. Yəni bunu istifadə edə bilirsiniz. Çox rahat şəkildə istifadə olunur. Qeyd edim ki, mən kabelsiz Bluetooth-la qoşulan mouse'ları quraşdırmışam buna. Siz istəsəz bunu kabellə bir yerdə də quraşdıra bilərsiniz. Baxın, burada mouse'umuz normal şəkildə işləyir. Google Chrome'a daxil ola bilərsiniz. Buradan istədiyiniz kimi bunu Google Chrome'da buradan istifadə edə bilərsiniz. Kompüter kimi adres bölməsinə yaza bilər. Qeyd edirəm ki, klaviatura da qoşmaq olar, amma USB girişi bir ədəddir. Üzərində fərqli USB girişi görünür, amma buna fərqli seçənəklərlə bunu həll edə bilərsiniz dostlar. İndi isə sizə bir aparat göstərəcəm. Əgər imkanınız varsa bundan alaraq bu aparatdan baxın. Bu çoxlu USB girişi olan aparatdır. Bunu da qoşaraq bu problemi həll edə bilərsiniz məncə. Yoxlamamışam, amma yoxlayıb baxaram sizə yorumlar bölməsinə öz təsirlərimi, yəni fikirlərimi bölüşərəm. Klaviatura və mişqa qoşa bilərsiniz. Bir yerdə qoşmaq üçün qeyd edim ki, o qurğunu istifadə etməlisiniz. Çünki yəni bir yerdə qoşulmur. Çünki sadəcə bir USB girişi var. Yəni bunu istifadə edə bilərsiniz. Normal şəkildə adres yaza bilirsiniz. Burada gördüyünüz kimi klaviatura bölməsi içində özü açılır, amma kənardan da qoşmaq istəyən olarsa bayaq göstərdiyim variantla qoşa bilər. Buradan istədiyinizi yaza bilirsiniz. Yəni belə donma hissi də yaşamadım. Şəxsən çox da donması yoxdur. Sizdə arada bir pult istifadə eləyəndə biraz gərək yaxından istifadə eləyəsiniz. Çox uzaqdan istifadə eləmək olmur. Onun da ki aparatın konumuna görə dəyişilir. İstifadə edə bilirsiniz. Baxın bu şəkildə Google Chrome'u, yəni buradan Facebook'a daxil ola bilirsiniz. Əlavə olaraq nə istəsəz eləyə bilirsiniz dostlar. Normal standart. Yəni bu qiymətinə görə həqiqətən yaxşıdır. Yəni bilirsiniz ki, qeyd edim ki, hamımız bilirik ki, bu smart aparatların bahaları da var. Məşhur firmalı olanları da var. Onlar da var. Amma ucuz bir şey axtarırsınızsa həqiqətən məncə almağına dəyər dostlar. Təbii ki, bu reklam deyil. Bizim şəxsi fikrimizdir. Mən alıb, mən bunu sizlərə şəxsi fikirlərimi bölüşürəm. Mənfi cəhət olsa mənfi cəhətini deyirik. Pis cəhət olsa pis cəhətini deyirik. Həmin məhsulu da bu məhsulu əldə etmək üçün videolar açıqlama bölməsinə link əlavə etmişəm dostlar. Dostlar, videomuz bu qədər idi. Xahiş edirəm kanalımıza abunə olun və maksimum bizə dəstək olun ki, belə videolara sizlərin qarşısında olaq. Təqdim etdiyi Fikirli kanalı.